Xəbər verildiyi kimi sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən 3-cü MDB oyunlarının təntənəli açılış mərasimini izləyiblər. Tədbir çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə səmimi görüş olub. Prezident İlham Əliyev xüsusilə 2020-ci ildə Ermənistanın raket zərbəsi nəticəsində hər iki valideynini itirən Nilay Əliyevanı salamlayıb. Bölgə TV həmin görüntüləri təqdim edir. Sağ ol. Necəsiniz? Sağ ol, sən necəsən? Yaxşıyam, sən yaxşısınız. Salam. Salam, mənim də olsun. Salam, necəsən? Salam, sağ olasın.